Are aliens real? Yad planetlilər realdır. Real olmağına realdır, amma mən onları görməmişəm və onları adı nə idi? 51-ci sahədə saxlamırlar. ABŞ-nin keçmiş prezidenti Barack Obama'nın qonaq olduğu podkastda yad planetlərin real olduğunu təsdiqləməsi müzakirələrə səbəb olub. Obama sonradan sözlərinə aydınlıq gətirməli olub. O, Instagram hesabında bu barədə sadəcə ehtimallarını bölüşdüyünü yazıb. Statistik baxımdan kainat o qədər genişdir ki, haradasa başqa həyatın mövcud olması ehtimalı yüksəkdir. Amma günəş sistemləri arasındakı məsafələr o qədər böyükdür ki, yad planetlərin bizi ziyarət etməsi ehtimalı çox aşağıdır və prezidentliyim dövründə məxluqların yerə gəlib bizimlə əlaqə yaratdığına dair heç bir sübut görmədim. Konspiroloji nəzəriyyəçilər uzun illər ABŞ hökumətinin yad planetləri ölkənin hərbi hava qüvvələrinə məxsus 51-ci sahə adlı məxfi bir bazada saxladığına dair iddialar səsləndiriblər. Lakin bu iddiaları təsdiqləyən heç bir sübut yoxdur. Hazırki prezident Donald Trump da əvvəlki müsahibələrində yad planetlərin mövcudluğunu istisna etməyib. But I interviewed jet pilots. Mən özüm ordudan 3-4 nəfər dürüst, gözəl pilotu danışdırdım. Hamısı dedi ki, cənab, biz çox qəribə şeylər görmüşük. Məsələn, dairəvi formada, amma kometa ya meteorit olmayan bir şey. Were very strange. ABŞ-nin Müdafiə Nazirliyi 2020-ci ilin aprelində pilotlar tərəfindən qeydə alınan, uçan naməlum obyekt kimi tanınan cisimlərin görüntülərini ictimailəşdirib. Lakin onların yad planetlər olub-olmadığı barədə rəsmi izahat yoxdur. Bəzi konspiroloqlar iddia edir ki, bu obyektlər Rusiya və Çin kimi ölkələrə də məxsus ola və kəşfiyyat üçün istifadə oluna bilər.